Novruzu dünyanın ilk qlobal bayramı da adlandıra bilərik. Onu bir çox xalqlar, o cümlədən də İranlılar özlərinki sayırlar. İran miflərində bayramın kökləri gedib əfsanəvi şahlar Keyümərsə və Cəmşidə çıxır. Avesta mifologiyasındakı Novruz Hörmüzün Əhriman üzərindəki qələbəsinin bayramıdır. Amma Novruz ritualları və personajları, xüsusilə də Kosa və Keçəl bizdən tarixin daha dərin qatlarını enməyi tələb edirlər. Niyə məhz Keçəl? Diqqət etsək, folklorumuzda Keçəl heç də təkcə Novruz rituallarında deyil. Niyə Azərbaycan nağıllarında Keçəl bir qayda olaraq çox ağıllı, iş bilən, rəqiblərinə qalib gələn personaj kimi təsvir olunur? Niyə tale həmişə onun tərəfində olur? Nədir xalq nağıllarının müəlliflərinə Keçəli bu qədər sevdirən? Genetik yaddaş cavabı burada yerinə düşür. Türk mifologiyasındakı tanrılardan biri Taz-Kan Keçəl təsəvvür olunurdu. Yeri gəlmişkən, dilimizdəki Daz sözü də Taz-Kanın adındandır. Deməli, biz bugün Novruz rituallarındakı Keçələ və Kosaya baxanda, dolayısıyla qədim türklərin inanc dünyasının bir parçasını görmüş oluruq. Onların geyimləri və bəzi hərəkətlərində şaman rituallarının qalıqlarını da sezmək mümkündür. Kosaya pay verəndə biz lap ulu əcdadların mənəvi dünyası ilə təmas qururuq. Çünki o da əslində çoxlu qatları olan mistik personajdır. Onlara sadəcə təlxək kimi baxmaq nəinki səhv, həm də lap ulu əcdadların ruhu qarşısında mənəvi cinayətdir. Biz bu bayramın personaj və ayinlərinin mənasını anlamaqla onun sakrallığını özünə qaytarmalıyıq. Novruz rituallarını həyata keçirmək həm də buna görə vacibdir. Onlar bizi əcdadların mənəvi dünyası ilə tanış edirlər. Bu tanışlığın daha da dərinləşməsi üçün əksinə, bugün unudulan ayinləri də bərpa etmək, yaşatmaq lazımdır. Bəzi mülahizələrə görə Novruz bayramında qalanan ocaq elə türklərin Ərgənekondan çıxmaq üçün dəmir dağı əritmək məqsədi ilə yandırdıqları tonqaldır. Əlbəttə, bayramda qalanan tonqalın mənaları çoxdur. Amma əsası odur ki, mənası nə olursa olsun, ocağımız heç vaxt sönməsin.